Salam əziz izləyicilər. Dediyim kimi, əgər siz özünüzü Hacı kənddə təmiz havada hiss eləmək istəyirsinizsə, çaydan, kebablardan əsl həzz alması istəyirsinizsə, o yemək. Deməli, məkanınız buradır. Gəlin. Dünyanın, Moskvanın ən qabaqcıl olan çayçılardan biri. Harika. Harika. Çaya bir dənə baxın, çaya. Çaya baxın. Görürsünüz çay. Şimdi gedək sizə, daha doğrusu gedək Halik dayının çayın bəldənə tamına baxın. Bir dənə indi Halik dayının o gözəl, möhtəşəm çayın bir dənə dadına baxın. Çaya baksın. Rengine bak, ne bileyim rengine bak. Çay hardaysalar dostlar, çayın qırağında. Bu cür Moskvada yer, çay içmək, çayın qırağında harda var? Burada. Dostlar, dediğimiz kimi də, yəni burada bu məkanda kebablar da yəni super ləzzətlidir. Gördüyünüz lülə kebabıdır. Yəni bir dənə bunu sadəcə bir dənə dadına baxmaq lazımdır. Bir dənə gəlin dadına baxın. Bu acı kadda görürsünüz. Acı kan qəşəng götdün bura. Bir dənə bunun dadına baxın. Dostlar, söz ola bilməz. Çayın qırağında, çay da qabağında, mürəbbəsi də var, lülə kebabı da var. Yəni bu bir hissəsidir. Ürəyiniz nə istəyir, saç, dolma, hər şey də var. Dostlar, bir dənə bir söz deyim sizə. Sizə bir dənə ünvanını demək istəyirəm. Deməli, Moskva şəhəri, Uchilkovskaya şosсе 109B. Restoran Lunная Ночь. Gəlsiniz, çayın qırağı, dediyim kimi atmosfera superdir, gözəldir. Любой vaxt ürəyiniz nə vaxt istəyir, gələ bilərsiniz, buyura bilərsiniz və mənim adımı versəz, endirim olunacaq 100%.